Hər vaxtınız xeyir olsun YouTube kanal izləyicilərim. Bugün mən sizə möhtəşəm bir həyət evi ilə gəlmişəm. Ev yerləşir Abşeron rayonu Məhəmmədli qəsəbəsində, məşhur CC Marketin yaxınlığında. Tanıyanlar bilir ki, CC Marketin yanında həm torpaq bahadır, həm də gözəl bir yerdir. Hündür, nəmişliyi olmayan yerdə yerləşir. 2 so torpaq sahəsində inşa olunub, 2 mərtəbədən ibarətdir. Qiymət olaraq 175 min manatla satışa çıxıb, endirim olunacaq səhifəmdən gələn alıcıya. Sənət evin də torpağın da kupçasıdır. İpotekaya da yararlıdır. Keyfiyyətli evdir. Hətta remonta da baxdım. Remontda da qəşəng belə səliqəli iş görülüb. Qiymətdə də endirim olunacaq səhifədən gələn alıcıya. Sənətdəki kupçadır. Kommunallar çəkilib. Yolla məsafəsi 100 metrdir. Yaxınlığında 147 nömrəli marşrut keçir. Bir də 217 təzə yola da yaxındır. Qapısı da belə pultla idarə olunur. Keçə evin içərisini sizə təqdim edim. Baxın, bu kafeli deyirəm. Bu kafelin arasını çox gözəl doldurublar. Monolitdir. İstipoldur. Solda mətbəx yerləşir. Maşallah, xanımların sevdiyi yer, belə geniş şəbəkə pəncərə, gözəl-gözəl burada inşallah kim alsa yeməklər pişirsin. Xeyirlisi, xanımların sevdiyi bir məkandır. Həm geniş, həm də rahat burada özünüz üçün yemək pişirə bilərsiniz. Valideyn otağı, əsr qanunu 2 mərtəbədə bir yataq otağı belə olmalıdır, normal, genişdir. Və keçirik evin qonaq otağına, maşallah, aboylar zövqlə seçilib, göz yormur, qəşəng ev belə səliqəli görsənir. Evin qonaq otağında istilik sistemi burada kombidir və sanitar qovşağını keçib. Burada da belə nə istəsə şkaf yığdıra bilərsiniz. Bu belə sanitar qovşağı qəşəng maşallah. Kafelləri də super vurulub. Keçək evin 2-ci mərtəbəsini sizə təqdim edib. Dəmir olmağı çox qəşəngdir. Keçək ara kəsmə monolitdir. Sənət evində torpağında kupçasıdır. Demək 2-ci sanitar qovşağı. Aşağıda bir mətbəx zalı, 3 otaq aşağıdadır. 4-cü yataq otağı. 5 otaq. Ürün qonaq otağı kimi istifadə edə bilərsiniz. Və sonuncu 6-cı otaq. 6 otaqlı 2 mərtəbə sənət kupça. Qiymətində də indirim olacaq. Otaqları maşallah qəşəngdir. Kimə Allah xeyrin versin.